Salam dostlar. Bugün mən sizlərə Vudrazənin işlənmə yerinin ikinci hissəsini izah edirəm. Gəlin ekrana baxaq. I would rather you boşluq me before making such an important decision. Variantlarda told, had told, have told, would told'dur. Burada doğru variant had told'dur, B variantı. I would razıdan sonra göründüyü kimi ikinci bir subject gəldiyinə görə biz keçmiş zamana istinad edən bir hərəkət ifadə etdiyinə görə biz bu zaman seçirik keçmiş bitmiş zamanı. Deməli, düstura fikir veririk. Would razıdan sonra subject gələrsə, bu zaman keçmişdə baş vermiş hər hansı bir hadisədən və yaxud da peşmançılıqdan danışılırsa, fərqli bir hərəkətin olmasını arzulayırıqsa, bu zaman would razıdan sonra yeni mübtəda gəldikdə biz zamanı bir pillə keçmişə sürüşdürürük. Bu subjunctive mooddur. I would rather you had told me before making such an important decision. Xülasə, indiki və gələcək zamandan danışırıqsa, past simple işlənir. Would razıdan sonra əgər subject varsa, yox, keçmiş zamandan bəhs edirsə və subject varsa, bu zaman past perfect işlənir. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də videodan faydalansınlar.